Gəlin baxaq, onun hisslərinə, düşüncələrinə və addımları olacaqsa addımlarına baxaq. Çox populyar bir mövzudur. Mən elə hər ikinci, üçüncü aldığım istəklər məhz bu mövzunu istəyirsiniz. Gəlin edək onda. İstədiyiniz kişini ağlınızda tutun. Gəlin baxaq, onun hisslərinə, düşüncələrinə, sizinlə bağlı hissləri varmı, yoxmu sizə qarşı və düşüncələri nədir? Sizi necə görür, necə bir qadınsınız onun gözündə? Sizinlə bağlı olan düşüncələrinə və addımlarına da baxaq. Burada Orakul Lenormand götürəcəm. Gəlin baxaq, görək. İlk başta o kişi, ilk başta istəyirəm baxam, görüm açılıma necə bir kişi gəldi. Gəlin belə edək. İlk başta baxaq, görək bu kişi necə bir kişidir. Hansı kartlarla eləyim? Fikirlərim qarışdı. Burada 1000 dənə kolodam var. Hansıyla eləyim? Gəlin bu kolodama baxın. İlk başta baxacağım, görüm o necə bir kişidir. Necə bir şəxsiyyət gəldi açılıma. Siz də başa düşəsiniz, söhbət kimdən gedir. O necə birisidir. Nələr sevir həyatında, nə işlərlə məşğuldur, həyatı necə keçir, hal-hazırda hansı enerjilərdədir açılımıza gələn kişinin, biraz bizə enerjilərini açıb göstərsinlər. Baxaq onun enerjilərinə. Burada ya imperator çıxacaq, 100% ya maq çıxacaq. Yaxşı hiss eləyirəm. Açılımda imperator tez çıxırdı, son zamanlar nəsə maq çıxır. Sehirbaz, yəni Azərbaycan dilində. Şimdi baxaq, görək kim gəldi açılıma. Rıtsar Jezlov, aktiv bir kişidir. Smert. Transformasiya. Bu kişi bir transformasiya yaşayır bir qadınla, sizinlə. Yəni söhbət sizdən gedir. Hal-hazırda onun enerjilərinə ilk başda baxırıq. Sizə qarşı o adamın fikirləri dəyişir. Yəni burada aşkı, hissiyatı güclənir sizə qarşı. Daha olğun bir sevgiyə gəlir. Yəni bu kişinin belə deyək ki, ürək çakrası açılmağa başlayıb. Əvvəllər bəlkə başa düşmürdü. Yəni sevgi onun üçün getdik, yatdıq, durduq. Bu şəkildə olubdu. Amma hal-hazırda bir qadın, yəni imperatriça söhbət sizdən gedir. İmperatriça güclü bir qadındır. Mən hər zaman onu izah edirəm. 4 nüsürü birləşdirən qadındır. Özünü bilən, nə istədiyini bilən bir qadındır. Enerjiləri güclüdür o qadının. Və məhz o qadının sayəsində o bir transformasiya açır özündə. Ürək çakrası açılır bu kişinin. Bu kişi həyatı fərqli görməyə başlayır. O straşlı sud. Bu kişinin böyük bir, bəli, keçmişi fərqli yaşayıbdır. Bu kişi keçmişdə, yəni fərqli baxırdı həyata, bambaşqa, yəni onun üçün qadın dünyası başqa bir şeydir. Ümumiyyətlə qadın dünyası nə olduğunu belə bilmirdi. Yəni bilməyibdi adam. Müəyyən bir çevrədə böyüyüb, bəlkə qadınlar özləri gəlib onun boynundan asılırdılar. Fərqli bir həyat obrazı yaşayıb, amma həyatına bir imperatriça daxil olub onun beyninə. Və məhz o imperatriçanın sayəsində onun ürək çakrası açılır. Onda bir dəyişim başlayır. Bu enerji baxımından baş verir.
Hər dəfə mən deyirəm, bunu izah edirəm. Bu görünməz bir enerjidir. Biz farkında olmuruq. Bəlkə də heç siz o adamı bəlkə də heç gözləmirsiniz. Sadəcə deyirsiniz ki, nə gözəl bir kişidir, belə dönüb gedirsiniz, amma o kişiyə böyük bir etki yaradırsınız. O kişi tənha bir kişidir. Qəlbinə kimsəyi buraxmayan bir kişidir. İç dünyası tənha, özgür, tək, müdrik bir kişidir. Həyatı görmüş, həyatın hər belə deyək ki, yerini, dibini, üstünü olğun bir kişidir. 100 dəfə ölçür, hər şeyi tarazlayır. Təkdir, kimsəyi qəlbinə buraxmır, qorxur buraxmağa. Ürəyinə də kimsə yatmır. Yəni ola bilər ətrafında 1000 dənə qadın var, gözəl qadınlar var, özünü bilən qadınlar var. Amma bu kişi yoxdur, enerjisi yoxdur o qadınlara qarşı. Açılmır, yəni qəlbi açılmır. Ola bilər intim münasibətə qədər gedir, münasibət maksimum 2-3 dəfə intim münasibət, sonra da hər kəs yoluna. Çünki onun qəlbinə yatmır. Biraz da bu kişini bizə göstərsələr, Paş Pentakli, Luna qorxuları var. Hal-hazırda balans tutmağa çalışır, nəsə onun yeni həyatını dəyişdirməyə çox qorxusu var. Şansını tutubdu. Amma irəliləmək balansda tuta bilmir. İkilidir. Çünki qorxuları var. Karol Miçeydi. Oy, Karol Pentakli, Karol Miçey. Burada Desetka Pentakli. Bu adam bir çoxlarınızda, hamınızda olmasa da, amma bir çoxlarınızda bu həyatda sözünü demiş birisidir. Burada bax, adam oturubdu. Görürsünüz, başda oturub, önündə burada itdi, pişikdi, nədir, başa düşə bilmirəm. Neysə, onun önündədir. Arxasında da insanların əli qolu bağlıdır, yəni yan yörəsində. Yəni bu o deməkdir ki, insanları arxasınca aparan birisidir. İnsanlar ona məsləhətə gələ bilər, idarəçi ola bilər, insanları yönəltə bilər. Bəlkə dövlət işçisidir, bəlkə neyinsə başındadır, nədirsə bu idarə edir. Burada işdən söhbət gedir. Həyatı stabildir, işində heç bir, yəni belə deyək ki, işində oturmuş olğun birisidir. Yəni burada iş axtarır, özünü həyatda realizə eləyə bilmir, xeyr. Burada hər şeyi bilən, artıq yəni həyatda müəyyən bir statusu var, rahatdır işində. Güclü bir kişidir, stabil bir kişidir, beyni iti bir kişidir. Dediyim kimi hər şeyi tarazlayır, sonra işində də elədir. Ümumiyyətlə bu tipajda adamlar yaxşı advokat olurlar, məhkəmə işçisi yaxşı ola bilər, burada prokuratura ola bilər. Bəlkə də o iş sayəsində işləmir, amma nədirsə təhsili o sayədə ola bilər. Beyni iti bir kişidir, sənət işlərini yaxşı bilən bir kişidir. Burada sənətləşdirmə nəsə, sənətlə bağlı, bu adam nəsə sənətlərlə bağlı işləyə bilər. Qərar verir, nöqtəni düz verir. Nöqtəni düz verir, düz vurur atışını. Çox da belə insanların nazı ilə oynayası bir kişi deyil. Genəldə hamı onun ətrafında dönməlidir, belə, yəni həyatda çox özgüvənli bir kişidir, onu deyim ki, qızlar. Və bir dənə Koroleva Pentakli istəyir, özü kimisini istəyir. Bax, beyni iti, özünü bilən, özü-özünə yetərli olan bir qadın istəyir həyatında olsun. Bu kişi, məsələ tutağım ki, həyatında olan qadın, əgər onu qısqansa, desə ora getmə, bunu niyə belə elədin, ya bu ona başlayacaq məsləhətlər verməyə, xeyr, elə qadınla o yola getməz. Ümumiyyətlə, elə qadına heç tərəf də baxmaz.
Ona lazımdır ki öz dünyası olan bir qadın, hansı ki öz dünyasında orada yaşayır. Olğun bir qadın istəyir, həyatı görmüş bir qadın. Yani o düşkün değil, genç olsun, 20 yaşı olsun. Hayır. Onun için önemlidir ki ya onunla yaşıt olsun ve yaxud da ondan böyük olsa da yaşcan o razıdır. Ama yeter ki belə bilsiz necədir, burada yaş söhbəti də getmir. Burada belə havalarda uçan bir qadın, hansı ki nə istədiyini bilmir, öz-özünə yetərli deyil, nə maddiyyətdə, məsələ adam axtarır kimə özünü yıxa, uşaq kimi tipajda olan qadın onluq deyil. O özü istəyir ki, bilir nə istədiyini, qərarını verib. Məhz bu şəkildə qadın çıxacaq, mən ona münasibətə girəcəm. Yox, mənə lazım deyil, mən atşelnik olacağım. Yəni mənə boş-boş münasibətlər lazım deyil. Sila güclü bir kişidir. Seksual enerjisi yüksek bir kişidir. Hansı ki onun seksual enerjisi ona zarar verirdi. Burada başniya çıxdı. Yani keçmiş həyatda olubdu, artıq başniyadır, bitibdi bu huyu, belə deyək. Seksual enerjisi yüksekdir. Ola bilər ki, belə deyək ki, seksual çakrası, Svatkistan, burada da bir işarə var, neyse göstərməyəcəm, çox gülməlidir. Burada bu kişi, bilsiz necədir? Sanki doymurdu qadınlardan. Qadınlardan, bilsiz burada enerjiden söhbət gedir, intim həyatdan deyil. Bax, elə bir enerji azdır. Bu kişinin gücü çoxdur, enerjisi güclüdür bu kişinin. Bu kişinin yanında gedən qadın güclü qadın olmalıdır. Ki onun enerjisiyle uyumlu olsun. Yoxsa ki, dediyim kimi, özünü tanımayan bir qadın, hansı ki, həyatda yeni və yaxud da məsələ öz üzərində işləmir, yox, alınmayacaq. Bu kişinin enerjisi o qadını, bilsiz necədir, boğub öldürər. Bu kişi özü karmik bir kişidir. Burada ola bilər nəsə 8 rəqəm, ya bu adamın numerologiyasında 8 rəqəm ola bilər. Karmiçski partnyor, yəni bu qadınlara karmik bir partnyor gəlir. Ya qadını yerin dibinə indirəcək, ya da ki öz qadınını tapıb irəli gedəcək. Burada yəni özgüvənsiz qadınla bu muhattab olsa, o qadına qarşı abuz olacaq, narsis olacaq. Yəni o qadını bütün belə deyək ki, vampir kimi soracaq enerjisini və sonra atıb dönüb gedəcək. Yəni bilsiz necədir, belə nəsə onun enerjisində bir hız var, agresiya var. Bax, burada diyavol var. Mənimdir, bax, belə götürür, onu bitirir, sonra belə atıp gedir. Ama o qadından da çox şey asılıdır. Əgər qadın özgüvənlidirsə, məsələn, ona pas vermirsə, ondan ötürü ölmürsə, gecə gündüz onun zəngini gözləmirsə, o ona yaxşı karmik partnyor olacaq. Bax, burada nədirsə 2 dənə güclü bir personaj göstərirlər, siz və o. Yani burada deviatka mечей olacaq. Burada yani bir qadına bu kişi böyük bir iz sala bilər, yaralı bir iz. Bəlkə də salırmış əvvəllər, bəlkə də qadınların ürəyini yaralayırmış. Amma o ondan asılı olan bir şey değildi. O onun enerjisidir. Ondan asılı değildi o. O demək deyil ki, o axtarırdı ki, kimisə bədbəxt eləyə. Yəni burada qadın böyük bir rol oynayır. Təkrarlayım. Onun önünə güvənsiz qadın çıxırdısa, o
O kadın ona aşık olurdu. Bu kişi də qəribədir ki, qadınlar ona aşık olur. Belə onu vəhşicəsinə istəyir. O kişinin seksual enerjisi çox yüksəkdir. Qadınlar onu görəndə belə elə bir ki, əriyirlər. Heç bir şey eləmir onun üçün. Yəni onun bir məqsədi yoxdur ki, mən qadınların belə deyək ki, cəlladı olacağım da belə deyək. Yox. Sanki bu kişi karmik bir partnyor kimi çıxırdı qadınlara. Qadınları uyatmaq üçün çıxırdı, nə bilim, pravosudya, yəni belə olmalıydı. Yəni bu kişiyə aşık olub özündən getmək olmaz. Bu kişiyə aşık olub özündən gedən qadın bitdi, yəni o qadının həyatı bitəcək. O qadın onu unutmayacaq. Qəribə bu kişinin bir enerjisi var ki, o qadın ömür boyu onu xatırlayacaq. Ola bilər bəlkə intim münasibətdə bir qeyri-adiliyi var bu kişinin, bilmirəm artıq. Yəni o dərinlikləri siz bilirsiniz. Yəni olubsa yaxınlıq bu kişi ilə. Bu kişinin çox qəribə bir enerjisi var, çox qəribə. Ya bataqlığa salırdı qadını, amma genəldə keçmişdə sanki belə idi. İndi hal-hazırda necədir o? Şansını əldən verməz bu kişi. Bir qadını da, yəni Verxovnaya Jritsa, söhbət sizdən gedir. Sizi düşünür bu kişi və sizi əldən buraxmaq istəmir. Bax, belə tutubdur. Deyir ki, bu elə mən axtardığım bir qadın idi. Elə bunu tutun buraxmayım. Hiss edir. İntuisiyası güclü bir kişidir çox. Ay, Koroleva Jezlov. Kişinin gözündən vurmuşsunuz. Bak. Burada baxın. Görürsünüz. Burada bir Koroleva Jezlov söhbət sizdən gedir. Kişinin gözündən belə ox vurmuşsunuz. Ola bilər ki, kişiyə ya yox demişsiniz bu kişiyə, ya pas vermirsiniz, ya vнимание vermirsiniz. Bu kişi də yanıb dökülür. Ki, necə olur da qadınlar məndən ötürü ölür. Bu da məni insan yerinə belə qoymur. Bu necə baş verə bilər? Özü imperatordur, Korol Jezlov. Rıtsar kubkov. Çok güzel kartlar çıxır. Oy. İmperator. Güçlü bir personajdı. Bu kişi çok güçlü bir personajdı. Bu kişi uşaq kimi aşıqdır hal-hazırda. Seksual enerjisi coşub orada. Özünə yer tapa bilmir. Gözü bağlıdır. Baxın burada buynuzlu bir heyvandır, gözü bağlı. Qırmızıdır əlləri. Yəni baxın burada temperament. Ayaqları da heyvan şəklindədir. Burada kişi yəni belə deyək ki, yanıb dökülür. Gəlin baxaq görək. Bu kişinin hisslərinə, düşüncələrinə. Bunlar qalsın. Qalsın bunlar. Straşный суд, отшельника. Bunlar qalsın burada. Tez-tez bizə. Oy. Bu kişinin sizə qarşı hisslərinə baxaq. Birinci, nə hisslər keçirdir? Biraz hissləri ilə bizə bir podrobna dərinlikləri göstərsinlər. Dərinliklərini göstərsinlər. Görək bu kişi nə hisslər keçirdir? Onun sizə qarşı olan hissləri. Ay, burada qrop çıxır qızlar. Ay, müşkina. Bu kişi sizə hisslərini bildirmir. %100 deyə bilərəm.
Burada böyük ihtimal çoxlarınız burada münasibət yoxdur. Münasibətdə olsanız da bu kişi hisslərini bildirmir. Burada qəbir çıxıbdır. Yəni hisslərini belə bastırıb bir torpağın içinə də belə deyək. Özünü belə yəni mən aşiqəm bu şəkildə aparır. Kim mən? Mən xeyr. İçində vulkan partlayır. Baxın. Nə günlərə qoymuşsunuz bu yazığı. Amma o vulkanı göstərmir sizə. Baxın burada qəbir şəklidir. Görürsünüz adam. Burada da bir qarğa oturubdu. Oy. Hisslərini bildirmir. Çox yazmaq istəyir sizə. Açıb dökmək istəyir. Düşüncələri artıq çıxır. Gəlin baxaq düşüncələri nədir? Burada siz gözləyirsiniz. Nə zaman o mənə yazacaq axı? Bu nə qədər nəsə gözləyir. Nə gözləyirsən axı sən? Zaman gözləyir. Bu adam nəsə gözləyir zaman. Bu adam bilsiz necədir qızlar, əslində sizin dayağınız olmaq istəyir, sizin arxanızda olan bir kişi olmaq istəyir, sizin belə deyək ki, bütün problemlərinizi öz çiyninə almaq istəyir, belə burada əsl belə kişi enerjiləri gəlir bu kişidən, belə çox kişi enerjiləri belə wow şəkildədir. Burada adam gözləyir, o sizə yazmaq istəyir, amma zaman gözləyir. Zaman. Gəlin baxaq görək. Adam yazacaq sizə. Yazmaq istəyir çünki yəqin ki ya nömrənizə yazmaq istəyir, ya səhifənizə. Yazacaqsan sən. Gəlin ilk başda baxaq ki, nəyin vaxtını gözləyir? Bu nədir axı? Niyə vaxt gözləyir? Burada bir çoxlarınız dalaşmısınız. İki versiya deyəcəm. Baxın, ola bilər siz bu kişi ilə münasibətdə olmusunuz, amma burada sonra çıxır, dava çıxır. Bir-birinizlə kavga edib küsülmüsünüz. Barışıq olmalıdır. O gözləyir ki, siz addım atasınız. Əgər münasibətdə olmamışsınız, sadəcə olaraq başa düşürsünüz kimlə söhbət gedir. Bu adam heç cürə addımlamır. Ola bilər ki, bu kişi sizə nəsə ya bir işarət veribdir, ya nə bilim səhifənizə nəsə girib çıxıb, nəsə bir şeylər sizə yazıb. Siz demirəm onu rədd etmişsiniz, amma burada nəsə baş veribdir. Bu adam sanki sizə küsülüdür. O zannedir ki, küsülüdür. Bax belə, yəni uşaq kimi küsülüdür. İstəyi var, amma hərəkət yoxdur. Лекарство, наблюдение. Bu kişi sizi izləyir. Sizi izləyir bu kişi sürəkli. Baxın, burada çox maraqlı bir kartı qızlar. Kaludan çox sevdim. Baxın, burada da dovşan. Bu sizsiniz ya da odur. Sizi belə izləyir, çox gülməlidir. Nablüdeniya. Dovşan kimi. Ay. Kənarda oturub izləyir. Nə izləyirsən axı sən? Addımını atacaqsan. Kasa. Addımı olacaq qızlar bu kişinin. Sizə qarşı bu kişi özü addımını atacaq. Krest.
kişi addımını atacaq sizə, özdə elə belə addım yox, yəni bir dəfəmlik. Amma burada bir plan crest, bu nədir? Strah. Burada söhbət sizdən gedir. Qızlar, burada siz nəsə özünüzü bax belə kletkiyə atmışsınız. Burada qorxularınız çoxdur. Bilmirəm, ya bu kişidən qorxursunuz. Ola bilər bəlkə keçmiş olubdur, yaralı bir başqa münasibət yaşamışsınız. Nəsə qorxursunuz siz bu kişidən. Bu nədir? Metla. Baxın, burada siz burada nədirsə siz keçmişinizə takılıb qalıbsınız. Bu kişi ilə bağlı deyil. Siz necədir? Siz durduq yerə sanki hər şeyi bozursunuz. Düşüncənizlə belə boş-boş negativ şeylər çox başınıza alırsınız. Çox negativə gedirsiniz. Bax, hər zaman hər şey pis deyə hiss edirsiniz. Ola bilər adam sizə yazmır, siz 1000 dənə şey başınızda yozursunuz. Bax, belə zlobaya, siz belə agresiv düşüncədəsiniz. Nəsə başınıza yozursunuz. Bunu götürün, mitla. Yəni, yığışdırın bu düşüncələrinizi. Belə olmayan şeyi sanki siz yozub yapışdırırsınız başınıza. Ona görə də bu kişi sizə yaxın gəlmir. Sanki düşüncənizlə o adamı itəkləyirsiniz. Bu kişi ilə gəlin baxaq gələcəyinizə. Yaxşı, yaxın zamanda göstərmirlər. Gələcəyinizə gəlin baxaq. Sizin bərabərliyiniz olacaqmı? Və necə olacaq bərabərliyiniz? Bərabərliyiniz ümumiyyətlə olacaq. Başa düşdük ki, siz burada bu işi tormuzluyursunuz düşüncələrinizlə. Yəni, bunları qaldırın. Negativlərinizi başınızdan çıxardın. Gəlin baxaq, görək, bərabərliyiniz olacaq bu kişi ilə ümumiyyətlə. Oy, qızlar, burada qısqanclıq, siz çox qısqanırsınız ona. Bərabərliyiniz olacaq, qızlar. 100%. Yəni, buna heç şübhəniz olmasın. Bu kişi ilə bərabərliyiniz, bəli, qızlar, çox gözəl kartlar çıxır. Baxın, burada necə negativ çıxdı bərabərliyə. Clever, çox gözəl bir bərabərlik olacaq. Bu abida maskalar kimindir? Sabaka. Siz görmürsünüz gələcəyinizi. Amma bu kişi sizin ən yaxşı dostunuz olacaq həyatda. Bax, orada da ayı çıxmışdı, burada da it. Yaxın dostunuz olacaq. Amma siz burada qısqanclıq, keçmişə bir takıntılısınız. Sanki siz xoşbəxt ola bilmirsiniz. Sanki siz xoşlayırsınız negativdə yaşamağa. Bax, bu dəqiqə elə bir ki, həyatınız 180 dərəcədə dönsün, hər şey belə soft, super olsun. Siz belə didərginlik düşəcəksə ki, bu nədir? Niyə belə baş? Burada nəsə var? Bax, elə bir qurcalayıb axtaracaqsınız orada bir şey. Çünki o qədər küskünlüyünüz var həyata, keçmişə. O sizin maskanızdır və o şey sizi stupura gətirir. Enerjinizi durdurur. Amma bu kişi boş-boş qısqanclıqlar. Oturursunuz, düşünürsünüz. Yəqin o məni sevmir. Yəqin boş, yəni boşdur düşüncəniz. Başa düşün onu.
Siz özünüz de yandırırsınız. Siz çoxdan bu kişi ilə artıq münasibətdə olmalısınız. Amma oturursunuz, bu enerjinizi hara tökdüyünüzü özünüz də bilmirsiniz. Təhlükə hər zaman samobичевание görürsünüz. Bu sizsiniz. Samobичевание hər zaman təhlükə görürsünüz. Hardansa bir təhlükə çıxacaq. Ola bilməz hər şey belə ideal olsun, mümkün deyil. Yəni o kişi məni sevir. Nəsə bu kişini belə kişidən qorxunuz var. Burada kızlar bakın, Patkova, sizin böyük bir korumanız var. Ola bilər ana-ata bağınız, nə bilim, kökəniniz, mələkləriniz sizi koruyurlar. Burada nəsə triugolnik çıxır. Ola bilər xəyanət yaşamışsınız həyatda. Ola bilər bəzən baxın, mən bir şeyin də farkında oldum. Tarotda da bu tez-tez çıxır belə məsələlər. Keçmiş həyat. Ola bilər bu həyatdan öncəki həyatda xəyanətə çox düçar olmusunuz. Çünki o qısqanclıq kartı elə belədən çıxmır. Ola bilər keçmiş həyatda sizə həmişə xəyanət ediblər və bu həyatda siz gələndə məhz bu şeyi beyninizdən çıxartmağa öyrənmək üçün gəlmişsiniz. Yəni özünüzü məcbur edib inanmalısınız ki, xəyanət yoxdur. Mən xəyanət olunacaq qadın deyiləm. Mən yalnız bu cür münasibətə layiqəm. Bax, sanki bunu öyrənməyə gəlmişsiniz. Başa düşürsünüz? Bu da ola bilər. Ola bilər yaxın keçmişdə bəlkə xəyanətə düçar olmuşsunuz, nə bilim. Bir şeylər yaşamışsınız ki, məhz bu münasibətə də aparacaqsınız. Eləməyin bunu. Etməyin. Yəni öz əllərinizlə çöpə götürməyin bu münasibəti. Bu kişinin pis deyil sizə qarşı. Bax, bu kişi sizə çox yaxşı bir dost ola bilər. Burada tək sevgidən söhbət getmir. Bunu biləcəksiniz. Bunun aydınlığı gələcək sizə. Ola bilər nəsə sizə aydın deyil. Ola bilər nəsə qaranlıqdır. Bilmirəm, bəlkə adam ailəlidirsə, bəlkə ailəsindən ayrılıb sadəcə sənət üzrə qalıbdır. Nə bilim, bəlkə bir məsələ var ki, bir aydınlıq yoxdur ortada. Siz də inanmırsınız, qorxursunuz. Deyirsiniz ki, yəqin yalan deyir, mənim bəlkə aldadır. Burada yasnost, yəni sizin şək şübhə elədiyinizin aydınlığını yaxın zamanda biləcəksiniz. Yaxın zamanda həyatınızda yeni səhifə açılır. Burada sadəcə seçim sizindir. Bax, tarot deyir ki, tarot sizə variantlar göstərir. Seçimini sən edəcəksən. Hansını qapını açsan, o qapıya da girəcəksən. Əgər açdığın qapı seçirsənsə, qorxu içində olmağı, qısqanclıq içində, o sənin seçimində, aç gir. Amma orada degradasiya olunacaqsan. Yox, xoşbəxtlik istəyirsənsə, o zaman xoşbəxtliyin qapısını aç. Yəni açıq ol. Görürsünüz, adam əli qolu açıqdır. Ola bilər qızlar, sizə baxın, dedikodu çox gətirsinlər. Sizə gəlsinlər, desinlər ki, başın xarabdır, o 1000 dənə qadınla gəzir, ona inanma. Nə bilim, burada baxın, qadın spletni deyirlər də, söhbət gətirən qadınlar. Bax, qadın görürsünüz, burada nəsə danışır. Ola bilər, nə bilim, yuxularda nəsə görürsünüz. Burada sapernitsa, siz düşünürsünüz ki, onun həyatında başqası var. Amma o sizin düşüncənizdir. Çünki sizin bir egonuz var. Sizi tupika götürür. Tupik. Baxın, siz egonuzu sakinləşdirə bilmirsiniz. Bir tupik, yəni bax belə bir duruma gətirir.
çıxış yolunu tapa bilmirsiniz. Çünki başınız qorxularla doludur. Burada bir egoizm. Ola bilər ki, nə bilim, sizi çox süslüyüb, püslüyüblər uşaq vaxtı. Ola bilər tək uşaq olmusunuz, nə bilim. Burada nədirsə siz ya tutturmuşsunuz ki, belə nəsə uşaq tipajdasınız, içiniz, fərq eləmir yaşınız neçə olur olsun. Burada uşaq kimi tutturmuşsunuz, deyirsiniz ki, yox belə olmalıdır. Adam bəlkə də, nə bilim, sizə hər subut dəlil gətirirsə də siz deyəcəksiniz ki, yo, belə bir kaprizli qız uşağı kimi görsənirsiniz. Kapriz. Tabii ki seçim sizindir. Bu cür yaşayacaqsınızsa özünüz seçin. Ama bu adam sizinle yaşamayacak bu cür. Yani size bir şans verilir. Ya bu şansı tutursunuz ya da bu şans elden gedəcək. Siz də yani öz seçiminizdir də yani bu cür devam edin yaşamağa. Artık yani kaprizlərinizə kim uyacaqsa belki de çıxar həyatınıza. Ama siz bu münasibətdə bax bu cür qadın olacaqsınız. Женщина, əsl qadın, özünü bilən, olğun bir qadın, həyatda nə istədiyini bilən. Burada öz üzərinizdə işləmək şərtdir qızlar. Asvobodi. Bax özünüzü plenden çıxardın. Bir şeye dirəşib qalmısınız. Plenden çıxart ki, həyatının hədiyəsi gəlsin. Hediye istəyirsənsə tərpən. Yəni o egoizmdən çıx. Hədiyyən də bax bu olacaq. Başa düşürsünüz? Hədiyyəniz də bax budur. Aşk. Burada səmimi aşk, gözəl aşk, təmiz bir aşk. Ama burada da seçimi siz edəcəksiniz. Ya belə uzanacaqsınız, deyəcəksiniz ki, əşi, mən beləyəm, mən kaprizliyəm. Burada egolarınız, qorxularınız balansı tuta bilmirsiniz. Bir qorxuya girirsiniz, bir qısqanclıq, triplər, bax uşaq kimi nəsə bir hərəkətlər edirsiniz. Elə bir ki, o 9 yaşında qız uşaqları olur ki, mən konfet istəyirəm, verin, mənə niyə vermədiniz bu konfeti? Gedir, küsür, nə bilim, girir stolun altına, bax belə bir uşaq kimi özünüzü aparırsınız. Bu cürünə devam edə bilərsiniz, amma bu şans sizə bir dəfə veriləcək. Tutdunuz, tutmadınız, yəni bu şansı tutsaz, hədiyyə qazanacaqsınız, hədiyyəniz də bu olacaq. Belə qızlar, seçim artıq sizindir. Ona görə də yaxşı-yaxşı düşünün, başa düşün ki, yani burada egoistlik, kaprizlik eləmək lazım deyil. Eğer bir kıskançlığınız varsa sürekli və yaxud da inamsızlığınız varsa insana bir imkan verin. Belki adam gerçekten özünü doğruldacaq. Belki adam gerçekten size düzgün danışır. Siz başınızı yozursunuz boş-boş şeylerle. Belə qızlar. Növbətli videomu çekim. Yani adamın hissləri də var, düşüncələri var. Burada siz seçim eləməlisiniz. Olğun bir qadın obrazına gəlməlisiniz ki, hər şey yaxşı olsun. O da ki, özünüz seçin. İstəmirsinizsə, özünüz bilərsiniz. Yəni, seçim haqqı sizindir.